Salam dəyərli abituriyentlər. Bugün 11-ci sinif Azərbaycan dili blok imtahan suallarını izah edəcəyik. Bildiyimiz kimi 5 aprel gümənin, yəni sınaq imtahanları keçirilmişdi. 3-cü qrup Azərbaycan dili suallarının cavablarını birbaşa, yəni sürətli bir şəkildə variantlar üzərindən izah edəcəm. Hansısa sualla bağlı ətraflı izah eşitmək istəsəz, videonun şərh bölməsinə qeyd edərsiniz. Oradan ətraflı izah edəcəm. İndi isə vaxt itirmədən birbaşa variantlar üzərindən izaha keçək. Videonu maksimum şəkildə sürətli, yəni çəkməyə çalışacağam ki, tez yoxlayasınız. Ola bilər hansısa bir sualda nəsə gözdən qaçan bir şey olar. Dərhal şərh bölməsinə yazarsınız, birlikdə baxarıq. İncə başlayaq. Birinci sualda burada 5-ə baxsaq yazıb təsriflənməyən feil tərkib yaratmışdı, amma yanlış yazıb yumruda. Qanunun qadağan etmədiyi bəzi məsələlər, hansı məsələlər qanunun qadağan etmədiyi? Ona görə də burada tərkib olduğuna görə 5-i çıxanda variantdan yerdə qalır C. 1, 2, 4. Mən yəni birbaşa sürətli dedim, amma 1, 2, 4-dən də bəzi şeylər deyim. Məsələn, səhvə yol vermək qorxusu nə? Burada əsas tərəf qorxu olduğuna görə mübtəda ismi birləşməli ifadə olunmuşdur. Məsələn, sövq etmək xəbərdir. Xəbər mübtədadan asılı olur, amma digər ikinci dərəcəli üzvlər xəbərdən asılı olur. Ona görə də 2 də doğrudur. Yəni cavab C olacaq. 1, 2, 4. 2-də yazılışı düzgün olan söz burada müraciət olduğuna görə A variantına baxacağıq. Səs hərf tərkibi fərqlənir. Y girəcək. Sonra 3-cüyə baxaq. Y girdiyinə görə 4 dənə cingiltili, 4 dənə də sait var. Yəni 3 də düzdür. Və 4-də də yanaş 4 deyirəm. 5-də isə ahəng qanuna tabe olmayan, bəli, 4 hecalı 4 dənə sait var. 1, 3, 5. 3-cü, yəni A variantı. 3-cüdə üzr istəyirəm. Sabir daxil oldum demək olmur. Ona görə burada 1 ilə 8 arasında əlaqə yoxdur. 3-də Y. 4-də C variantında mübarizin sözünü çıxartsaq, söz birləşməsi parçalanacaq 3-cü növ. Mübarizin vətənə olan sevgisi nə? Bu mübtədadır. Amma mübarizə çıxartsaq, vətənə olan sevgisi, hansı sevgisi? Əlavə bir təyin gələcək. 4-də C. 5-də diqqət eləsək, B variantında məsuliyyət yükü qat-qat artır. Necə artır? Addımladıqca orada feili bağlamadır. Orada qat-qat zərfdir. 2 dənə müxtəlif məna növü işlənməmişdir. Məsələn, A-da baxaq. Həmişə, nə vaxt, nə zaman. Bir dənə də var mətanətlə yol alan, necə yol alan. Həm zaman var, həm də tərs. Amma B-də bir dənədir. 5-də B. 6-da söz birləşməsi ilə ifadə olunmuş xəbər. Hacı İbrahim Xəlilin evi kəndin ayağındadır. Və bu söz birləşməsidir. Göl başına da əlavə. Y variantı. 7-də C-yə diqqət eləyək. Söz birləşməsi ifadə olmuş mübtədaya rast gəlinmir. Can yanğısı gör, can yanğısını gör. Nəyi gör? Bu tamamlıqdır. 8-ci suala diqqət eləyək. O Bakını, Gəncəni, Şəkini bir sözlə vergül Azərbaycanın hər yerini qarış-qarış gəzmişdim. Doğrudur, tire işarəsi qoyulmalıdır. Yanlışdır, vergül işarəsi qoyula bilməz. 1, 4. Çünki birinci tire, sonra vergül qoyduq. Keçək 9-a. 1, 4 A variantı idi 8-də. 9-da evdar evdəki evli, kökləri evdir, sifətdir və eyni nitq hissəsinə aid olan eyni köklüdür. 9-da Y. 10-cu sualda diqqət eləsək, burada şəxsiz cümlə yoxdur. İndi mən birbaşa cavab üzərindən deyirəm. Amma hansı variantları istəsəz, şərh bölməsinə yazarsınız, izah eləyərəm. 10-cuda C-yə baxaq. Mən və yoldaşım Əmin Zeynazadə Turşiyə gedəndə. Nə vaxt, nə zaman? Zəfli, iyunun axırlarıydı xəbər. 3-cü şəxsin təki mübtədası yoxdur. 10C. 11-də yazının bütün növləri var, amma şəkli yazı olmadığına görə Qobustandakı qayaüstü rəsmlər şəkli yazıya aiddir. 11-də C. 12-də mübtəda xəbər arasında kəmiyyətə görə uzlaşma, həm də qrammatik norma. Çünki E variantında düşmən orduları cəmdə olduğuna görə xəbər də cəmdə olmalıdır. İnsanı bildirir. Yəni, lar olmadığına görə həm kəmiyyətə görə, həm də qrammatik norma pozulub. 12-də Y. 13-ə baxaq. Bədii üslub aid nümunə deyil, məcazili olmadığına görə C variantını götürəcəyik. O biri variantlarda məcazili var. 14-də özünə gün ağlamaq, yəni öz başına çarə qılmaq. Özünə gün ağlamaq. Ayağa qalxıb öz başına çarə qılmaq. 14-də Y. 15-də diqqət eləyək, modal söz ara sözdür, amma bütün ara sözlər modal deyil. Ona görə biz modalları çıxardanda, doğrusu ilə deyəsəni çıxardanda, o birilər modal söz deyil, amma ara sözdür. 2 ilə 5-i çıxardanda yerdə qalır D variantı. Sən bilən deyə modal söz yoxdur, amma ara söz var. 16-da diqqət eləyək. Üzr istəyirəm. 16-da bizdən də bir söz qalacaq, ay aman. Kimlər bizdən söz salacaq, ay aman.
Bax, diqqət eləsək burada. Məsələn, mən birbaşa cavablar çıxsın deyə, məsələn, 6-nı çıxardıram. Şəxs əvəzliyi birində bizdən, o birində də bizdəndir. Bunlar xəbərdən asılı olduğuna görə asılı tərəfdə, amma götürüb yanlış yazıb. Ona görə 6-nı çıxırıq. 3-də də yazıb ki, hər iki misrada fe'li xəbər işlənmişdir. Qalacaq, söz salacaq, söz salacaq, söz qalacaq. Frazeoloji birləşmədir, zamanlardır. Bunlar fe'li xəbərə aiddir. Ona görə də yanlış yazdığına görə 3-ü də çıxardırıq. Yerdə qalır 1, 2, 4, 16-da A. Keçək 17-yə. Doğru bənddə E variantında ki bağlayıcıdır, tabeli. Əbu Səid ilə kimlə, bu da qoşmadır, Lalə, Y variantı doğru cavab. 18-də məhsul növdə olan həm təsriflənən, həm də təsriflənməyən ucaldılmış abidə, hansı abidə? Bu oldu məhsul. Çiçəklər düzüldü, kimsə tərəfindən, bu da oldu məhsul təsriflənən, yəni şəxsə görə dəyişir. A variantı. 19-da nəbatat naşatır, nominasiya, yəni bunlar düz yazılıb. Bizə A variantı kəhrəba olmalıydı. Tutaq ki, Y variantında mavzoley olmalıydı, yəni O ilə olmalıydı, ona görə səhvdir. 19-da D. 20-də hansı bənddə müəllifin sözü ilə vasitəsiz nitq? Taygöz Yusif bir daha yerə qədər təzim edib. Müəllifin sözü qiblə-i aləm vasitəsiz. Dedi müəllifin sözü, mən aciz Yusif sənin sadiq qulunam. Bu isə vasitəsiz nitq, Y variantı. 21-ə baxaq. Nə vaxt, nə zaman axşamçağı Adillə çadırın qapısı oturub çay içdiyimiz zaman, nə vaxt, nə zaman? Zəfli, ton yarımlıq yük maşını, hansı yük maşını? Ton yarımlıq, təyin, yük maşını mübtəda. Nə etdi, getdi xəbər, necə getdi, yanımızdan sürətli ötərək, fe'li bağlama tərkibi zəfli, körpü salanların çadırına tərəf araya, bu da zəfli, Y variantı. 22-də diqqət eləsək, A variantında xülasə, bir də nəhayət. Bunlar həm əsas, həm də köməkçi nitq hissəsidir, həm də sadədir. Həmçində isim kimi işlənə bilir. A variantı. 23-də mürəkkəbin də sinonimi var. Çətin, oxşamaq, bənzəmək. Yəni biri götürə bilərik. 3-ü də götürə bilərik burada. Oxşamaq sözünə aid elə bilərik. Bir sözə aiddir. 2 müxtəlif nitq hissəsi kimi. Daha doğrusu mürəkkəbi götürə bilərik ki, 2 müxtəlif nitq hissəsi kimi işlənə bilir. Bir sifət, bir də qələmin mürəkkəbi. Məsələn, 4-ü oxşamaq sözünə aid elə bilərik. Məna tayları eyni bir nitq hissəsinə aid olan amonimdir. Feildir, maqmaq. 5-6 isə hər ikisində olduğuna görə onu götürmürük. Gəldik 24-də. Verilmiş cümlələrdə zəfin ifadə vasitəsinə görə ardıcılığı müəyyən edin. Burada diqqət eləsək, birinci gələcək fe'li birləşmə, nəfəsini çəkmədən necə? Fe'li bağlama tərkibi. 2-də asta-asta gedir. Bu olar tərz hərəkət. Sonra vətəndən uzaqlaşdı, haradan vətən isim. Sonra gəlir, yenə də saçmağa başladı 4-cü cümlədə, yenə zaman zərfi. 5-də də ikinci addımda yıxılacaq. Nə vaxt yıxılacaq? Bu da olur ismi birləşmə 3. Yəni ardıcılığı belə sürətli dedim, oradan elə yoxlayarsınız. Keçək 25-ə. 25-də əmr şəklində olduğuna görə oradakı d zaman deyil, başlat, d t-dır, ın da şəxs sonluğudur. Ona görə də şəxs sonluğu atılsa yerdə qalır başlat, b-la l cingiltili, t-la da ş kar. 2 düzdür. 3-ə baxaq, ikinci şəxsin şəxs sonluğu siz başladın. Bəli. Bir də 5-ə baxaq, 2 dənə leksik var. La üstə gəl t, ın da şəxs sonluğu. 2, 3, 5. 26-da 1-ə baxaq. Müəyyən şəxsli cümlədir. Bu hər ikisinə aid olduğuna görə ortada olmalıydı. 5. Düzəltmə söz işlənməyib, yəni hər ikisində yoxdur. İkinci cümlədə yoxdur. Güldən gülə uçaram, burada yoxdur. 1, 5. Bir də 6-ya baxaq. Tabeli əlaqəsi işlənmişdir. Hər ikisində var tabeli əlaqəsi. Çünki hər ikisində ikinci dərəcəli üzv xəbərdən asılıdır. 1, 5, 6. Uyğunsuz. 27-də tabeli mürəkkəb cümlədir. Hansı adam istəyirsənsə, sasə var, həm də hansı var. Bir də B-də çünki var. Bu gedir 1-ə. 2-də qonaqları süfrəyə dəvət etdilər və hamı stol arxasına əyləşdi və artırdım oldu tabesiz. 2-də C. D variantı, yəni var, həm də ki ustalar və bina. Mübtəda xəbər hər ikisində var deyə tabesizdir. Y variantında o həyatda büdrədi ancaq yıxılmadı. Bu isə həmciz xəbərli sadə cümlə. Çünki hər ikisi bir mübtədaya aiddir. Büdrəmək və yıxılmaq. 1AB, 2CD, 3Y. Situasiyanı yəqin ki diqqətlə oxumusunuz. Burada 3-cü abzasdan çıxan nəticə, bəli, yəni burada hər ikisində
doğru daha məntiqli gəlir. Hər ikisinə doğru qoysaq. Çünki orada yazmışdı ki, birincidə uzun molekul zəncirlərin müxtəlif şəkildə hörülməsi maddəyə möhkəmlik verir. Sonra aşağıda yazmışdı ki, birini çıxartsaq və yaxud da bir dənə əlavə eləsək, yerini dəyişsək, müxtəlif xassəli maddə əmələ gələ bilər. Biraz sürətli dedim. Doğru qoyub bu şəkildə əsaslandırma olar. 29-da sözləri mətndəkindən fərqli üslubda. Burada düşünürəm ki, təşbeh kimi götürsək, polad kimi möhkəm, pambıq kimi yumşaq məcazili olar. Amma filan əşya yumşaqdır, filan əşya poladdandır desək, bu həqiqi məna olar. 30-da rəqabət aparmaq, çəkişmək mənasında və yaxud da mübarizə aparmaq. Tutaq ki, o dostu ilə mübarizə aparır. Belə yazsaq. Və yaxud da o birisində də təsadüf edilir yazsaq. Rast gəlinir, təsadüf edilir. Filan, məsəl üçün bitkilərə təbiətdə təsadüf edilir yazsaq, bu da düzgün olar. Sürətli bir şəkildə bütün sualları izah etməyə çalışdıq. Hansı sualla bağlı ətraflı izah istəsəz, şərh bölməsinə yazarsınız. Diqqətinizə görə təşəkkür edirəm.